Babək, sağ ol. Səsimiz həmişə ucalardan gəlsin. Çünki biz buna, belə deyim də, biz Azərbaycanlıyıq, bu bizə yaraşır ki, bizim həmişə səsimiz yüksəklərdən gəlsin. Çox sağ ol ki, sən də bugün gəldin. Sağ olun, mən də sizlərə dərin təşəkkürümü bildirirəm ki, məni bu gözəl səhərdə qonaq etdiniz və Devrim Usta ilə də tanış olduq və çox şadam. Bütün rəhbərinizə, burada əziyyət çəkən bütün qardaşlarımıza, dostlarımıza, xanımlara təşəkkürümü bildirirəm ki, bu əziyyəti bizləri çəkirlər, ancaq onlar özləri görsənmir. Mən onların da əziyyətini buradan qiymətləndirirəm, sağ olsunlar deyirəm. Sadəcə quru qurbanı olum söhbəti ola bilməz. Mahnı olmalıdır ki, o təşəkkürü sən nöqtəsini vurasan. Nə oxuyursan? Tar kamanım gəl. Əla, gözəl bir mahnıdır, xalq mahnımızdır. Buyurun, deyin deyə bilərik. Və tamaşaçılarımızla bugünü sağollaşır ki, sabah yenidən gəlib sizə sabahınız xeyir deyə bilək. Şaxanır yanaqdadır, gəl Gəl kamanım, gəl Qaşı kamanım, gəl Məhəbbətim, gəl Səadətim, gəl Qaşı kamanım, gəl Qaşı kamanım, gəl Məhəbbətim, gəl Səadətim, gəl Kırıqlar üstündə yatar Kətə gülə batar